Allah'ın salamı olsun siz, əziz, dəyərli, möhtərəm böyüklərimizə, əzizlərimizə, Allah evinə ibadət etməyə, dua etməyə, Allah kəlamı eşitməyə gələn hər kəsə. Allah'tan diləyək, Allah etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları və Rəbbimizə əl açaraq qəlbimizin dərinliyindən gələn bütün hacət və mətləblərimizi rəva eləsin inşallah. Möhtərəm cəmaatımız, bildiyiniz kimi bugün Cümə günüdür. Cümə Seyyidül Əyyamdır. Həftə günləri içərisində günəşin üzərinə düşdüyü ən xeyirli, ən ruzili, ən bərəkətli və ən nurani bir gündür. Quran və sünniyə əsaslansaq, bugün o gündür ki, sonuncu xilaskarımızın gəlişi ilə yer üzərindən haqsızlığın aradan gedərək haqqın, ədalətsizliyin aradan gedərək ədalətin, zülmün, sitəmin, nifaqın yer üzərindən kökünün kəsilərək sülhün, əmniyyətin yer üzərində bərqərar olacağı bir gündür. Allah o günü görməyi hər birimizə nəsib eləsin. Əgər ömrümüz vəfa qılmazsa, o günü görə bilməriksə, o günə qədər yaşadığımız müddətdə üzərimizə düşən işləri, boynumuzda olan bütün vəzifələri tam, dürüst yerinə yetirən bəndələrdən Allah bizləri qərar versin. Möhtərəm cəmaatımız, Cümə günündən əlavə olaraq bir neçə gündən sonra o 3 aylar el arasında adlanan Rəcəb, Şaban, Ramazan ayı gəlməkdədir. Doğrudan da vaxt çox sürətlə gedir. Biz bəzən vaxtın fərqinə varmırıq. Amma fərqinə varmasaq da o öz axarı ilə, öz davamı ilə hərəkətdədir. Bugün Rəbiüssani ayının 28-idir. Bir gün sonra da ola bilər, 2 gün sonra da ola bilər. Bir sözlə biz 3 ay o rəhmət aylarının astanasındayıq. Və belə qərara gəldim, düşündüm ki, elə həmi Rəcəb ayı yaxınlaşır deyə və Rəcəb ayının astanasındayıq deyə bugünkü söhbətimizi elə Rəcəb ayının savab və fəziləti barəsində, ayın əməlləri barəsində danışaq. İlk öncə bu ayda bir neçə əlamətlər, hadisələr var. Onlara toxunub, sonra ayın savab və fəzilətləri barəsində söhbət edəcəm. İlk öncə Rəcəb ayının biri bizim İmamət aləminin parlaq siması, Baqirül Ülum adı ilə elmləri yaran, bölən, dərinliyinə varan 5-ci imamımız İmam Muhammed Baqir əleyhissalamın mövlud günüdür. Rəcəb ayının 1-ci günü. Rəcəb ayının ikisi İmam Hadi, İmam Əli Yənnəqi əleyhissalamın mövlududur və Rəcəb ayının 3-ü bu ayda çox əlamətlər, hadisələr var. Rəcəb ayının 3-ü İmam Hadi əleyhissalamın, deməli Hicri qəməri təqvimi ilə 214-də Həzrətin Rəcəb ayının ikisi mövlududur. Amma 254-cü ildə bir gün sonra həmin ayda elə vəfatıdır, şəhadətidir. Və Rəcəb ayının 7-si bir rəvayətə görə hədislərdə qeyd olunur. İmam Musa Kazım əleyhissalamın hicrətin 183-cü ilində vəfat tarixi kimi qeyd olunur. Və Rəcəb ayının 10-u İmam Muhammed Təqi Cavad ləqəbi ilə məşhurdur. 9-cu imamımızın mövlududur. Və Rəcəb ayının 13-ü bildiyimiz kimi Mövləl Muvahhidin, Əmirül Müminin Əli ibn Əbi Talib, Vəlidül Kəbə, Kəbədə yeganə dünyaya göz açan Əmirəl Müminin Əli əleyhissalamın
mübarək Mövlud günüdür, təvəllüdüdür və 2 gün sonra Rəcəb ayının 15-i xanım Zeynəb salamullahi əleyhanın vəfat günüdür. Onun Aqilətül Ərəb, Aqilətül Havra, o ən müsibətlər anası və Kərbəlanın qəhrəmanı simvoluna çevrilən xanım Zeynəb salamullahi əleyhanın vəfatıdır və eyniliklə məhz Hicrətin 3-cü, hətta 2-ci ili qiblənin dəyişdiyi yerdə. Allah yaxından gedib görənlərə dübarə, gedib görməyib arzu intizarını çəkənlərə yaxından görməyi nəsib eləsin. Zul qibləteyn olanlar bilir, 2 qibləli məscid var. Orada əsr namazı vaxtı Peyğəmbər sallavatullaha Qüdüsdən Kəbiyə doğru fəvəlli və çəkə şətrəl məscidil haram, üzü Məscid-i Hərama tərəf çevir deyə əsr namazı vaxtı məhz həmin məsciddə, yəni 2 qibləli məscid adı kimi elə oradan qalıb. Zülqibləteyn, 2 qibləli məscid. Yəni zöhr namazı Qüds istiqamətinə qılınıb, əsr namazısa Kəbi Müəzzəmiyə doğru. Və həmin məscidin içərisində giriş qapısı astanasında yuxarıda o Qüds istiqamətinə olan o mehrab ölçüsünü də vurublar, qalıb və hal-hazırda Kəbə istiqamətinə olan qiblədə də mehrab var. Məhz bu ayda, yəni Rəcəb ayının 15-də Qüdsdən Kəbiyə doğru namaz əsnasında əmr gəlir ki, fəvəlli və çəkə şətrəl məscid, üzüz çevirginən Məscid-ül Hərama sarı. Və bu ayda ən məşhur hadisələrdən biri bildiyimiz kimi Rəcəb ayının 27-si Peyğəmbər sallavatullahın məbəs bayramıdır. Yəni Peyğəmbərliyə uca Rəbbimiz tərəfindən o əzəmətli, səlahiyyətli vəzifəni daşımağa həvalə olunan günüdür, yəni Peyğəmbərliyə çatdığı günüdür və bu ay bir sözlə əlamətdar hadisələrlə çoxdur. Və bunu da qeyd edeyim, çünki növbəti cüməmizə bu düşməyəcək, artıq həmin günü keçirtmiş olacaq və Rəcəb ayının ilk cümə axşamısı da Leylətur Rəqaib, rəğbətlər, arzular gecəsi, həmin gecənin özünün namazı da var. Adətən hər il biz məscidimizdə cəmaatla qılırıq, iştirak edirik. Yəni bu üzümüzə gələn 4-cü günü artıq Rəcəb ayının ilk cümə axşamısı olacaq və ona da Leylətur Rəqaib. Allah o gecədə o qədər savablar verib ki, mələklər arzu edər ki, kaş biz də bəni Adəm olaydıq, o savablardan biz də faydalana biləydik. Halbuki mələk rükuda subbuhun, quddusun, səcdədə, qunutda, yəni günahı olmayan bir varlıqlar belə, yaranmışlar belə həmin günü o ibadətə verilən savabı əldə etmək üçün insan olmaq istəyiblər. Halbuki insanın yaradılışında niyə yaradırsan, yer üzərində qan tökəcək, dava, dalaş yaradacaq dediyi bir təqdirdə, amma özü insan olmaq istəyir. Bir sözlə möhtərəm cəmaatımız, bugünkü mövzumuz Rəcəb ayının fəziləti və Rəcəb ayının əməlləri barəsində danışacaq. Bir şeyi unutmayaq ki, insana verilən vaxt Allahın ona bəxş etdiyi ən böyük nemətlərdən biridir. Məsələn, ağıl da nemətdir, sağlamlıq da nemətdir. Bunlar hamısı nemət. Göz nemətdir, qulaq nemətdir. Təsəvvür elə, məsələn, sağlam olmasaydın, sən bugün gəlib Allah evinə ibadət edə bilməzdin. Bu sözləri eşidə bilməzdin. Yəni, o da nemətdir. Amma o böyük nemətlərdən biri də vaxtdır. Özdə geri qaytarılması mümkün olmayan nemətlərdəndir. Məsələn, təsəvvür elə,
İnsanın varı, dövləti, sərvəti olan, malı əlində olan, əlindən gedəndə onu yenidən nə edə bilir? Qaytara bilir. Onu bərpa edə bilir. Amma keçən vaxtı sən nə edə bilmirsən? Qaytara bilmirsən. Sağlamlıq ola bilər. Bəzən görsən, naxoş olursan, yatağa düşürsən. Amma müəyyən müalicə, dava, dərman təzədən nə edirsən? Sağlamlığı bərpa eləyirsən. Amma gəlin indi səmimi etiraf eləyək. Bugün ayın neçəsidir? Hərdən yer isti, hava soyuq, biraz mürgüləməyə meyillisiz. Sual verirəm ki, cavab verənə qədər bir ailəsizdə. Peyğəmbər alı Peyğəmbərə səlavat edə. Bəli, bugün ayın 19-u. İndi kim var burada sinəsinə, döşünə döyən bir nəfər özündən deyən ki, dünənə qayda bilsin? Varmı? Mən özüm ki, qayda bilmirəm, əminəm ki, heç birimiz qayda bilmərik. Deməli, geri qaytarılması mümkün olmayan neymət zamandır, vaxtdır. Bu keçir. Ona görə bizim qarşımıza çox möhtərəm aylardan biri olan, hətta cahiliyyə dönəmində ayın hörməti qorunub saxlanılan 4 aydan biri gəlir. Biz o ayın astanasındayıq. O 4 aydan biri də Rəcəb ayıdır. Hətta cahiliyyə dönəmində Peyğəmbər salavatullah İslam dinini gətirməzdən öncə, İslam dini din olaraq cəmiyyət arasında formalaşmamışdan öncə belə, əgər ərəb qəbilələri, tayfaları arasında müharibə olardısa, savaş olardısa, onlar Rəcəb ayında savaşı saxlayardılar. Ayın hörmətini qorumaq üçün. O qədər bu aya önəm veriblər. O səbəbdən qarşımıza necə bir möhtərəm bir ayın gəlməsinin fərqində olmaq üçün bu sözlər deyirəm və əslində Rəcəb ayı bizi mübarək Ramazan ayına hazırlayır. Çünki Ramazan ayı Allah qonaqlığına gedən bir yoldur da, Allah qonaqlığına gedən bir qonaqlıqdır. Biz dünya qonaqlığında gəlin səmimi etiraf eləyək. Hazırlaşmırıqmı? Toya hazırlaşanda saçığa nizam verirsən, saqqalığa nizam verirsən, geyimiyə baxırsan, ətirdən istifadə edirsən, geyimlərin hansı səni daha yaxşı, şıq, belə görkəmli göstərirsə, onu seçim edirsən. İndi bəzən görürsən əvvəllər insanlar kökəlməyə meyl edirdi, indi arıqlamağa. Əvvəl məsələn kökələnə maşallah deyirdin, indi arıqlayana, indi arıqlamaq olmurdu. İndi bəzi şeylər əksinə gedir. Bir yerə gedəndə də bəzi geyimlər var, biraz səni çəkidə göstərir, bəzisi biraz nizamda, ölçüdə. Hansı biraz çəkidə az göstərir, ona çox üstünlük verirsən. İstəyirsən o yerdə daha yaraşıqlı görsənəsən, daha gözəl görsənəsən. Necə ola bilir? Biz dünya qonaqlığına hazırlaşırıq, amma qarşıdan gələn mübarək Ramazan aya biz Rəcəb ayında hazırlaşmayaq, Rəcəb ayında tədarükümüzü görməyək. Əslində bu Rəcəb ayı və Şaban ayı artıq mübarək Ramazan ayına hazırlıq ayıdır. Biz bunu hər il qeyd edirik və təkrar olsa da bir daha qeyd edirik ki, hədislərdə belə bənzədilib ki, Rəcəb ayı toxumu əkim ayıdır. Mübarək Şaban ayı o toxumu becərmə, sulayırsan, ona lazım olan nələrsə var, bəsləmək üçün, becərmək üçün verirsən. Mübarək Ramazan ayı isə dərim ayıdır, biçim ayıdır, məhsulu yığım ayıdır. Yəni bizim mübarək Ramazan ayındakı mənəvi ruhumuz, halımız artıq indidən başlayır. Bir gün sonradan artıq biz onun
toxumunu əkərək mənəvi ruhiyyəmizi formalaşdıraraq, daha da təkmilləşdirərək, o kamilliyə, o zirviyə ucalaraq daha gözəl əldə etmiş olarıq. O səbəbdən biz qeyd etdik ki, doğrudan da vaxt geri qaytarılması mümkün olmayan Allahın bəşərə bəxş etdiyi ən böyük ilahi nemətlərdən biridir. Və unutmayaq ki, insan qəbirdən qalxıb məhşərə gedəndə 4 sual olar. Da biz mövzudan çox çıxmamaq üçün onun birinci və ikincisinə toxunuruq ki, uca Rəbbimiz insana sual verər ki, Bima yəbnə Adəm, bima əfnəytə umrək. De görüm, ömrü harda keçirdin? Vaxtı harda keçirdin? Əslində ağır sualda. Bəzən görürsən, oğlun, qızın evə biraz gec gələndə, oğlum hardaydın, qızım hardaydın? 10 dəqiqənin, 5 dəqiqənin, müdürsən 2 dənə işçin olanda 9-da dükkanı açmalıdır. Bir 10'a 10 dəqiqə dükkanı gec açanda, bir 10 dəqiqə işləmiş açanda orada soru-sual edirsən ki, bəs niyə vaxtında açmamısan, hardaydın? İndi təsəvvür elə, qəbirdən qalxmısan, elə bil yatmışdın, yuxudan oyanmısan, sənə sual verirlər ki, 50 il idi hardaydın? 60 il idi hardan başlayasan, harda bitirəsən, nədən başlayıb, nədən qutarasan? Ona görə vaxtın gərək biz qədrin bilək. Ömrü harda xərclədin? Vaxtı nə ilə doldurdun? Qəlbi kimə bağladın? Nəyə bağladın? Bunlar çox mühümdür. Bəzən görsən, elə cılız bir şeyə qəlbi bağlayırsan, elə bir şeyə vaxt keçirirsən ki, nə dünyanın üçün, nə də axirətin üçün onun heç bir faydası yoxdur. Ona görə biz qəlbimizi kimə bağlayırıq, vaxtımızı nə ilə və kimlə keçiririk, biz onların fərqində olmalıyıq. Və məhz Rəcəb ayı, Rəcəb ayında tutulan, oruc edilən əməllər barəsinə baxsaq, Rəcəb sözünün mənası bir neçə məna daşıyır. O mənalardan biri hörmətdir. Çünki qeyd etdik ki, hətta cahiliyyə dönəmində belə bu ayın hörmətini qoruyurdular. Savaş etsəydilər belə dayandırırdılar. İkinci mənası müqəddəs bilinən, müqəddəs keçən bir vaxt, zaman mənasındadır. Bu ay İslamda çox möhtərəm aylardan biridir. Allah Teala Quran-ı Kərimdə buyurur: İnna iddətəş-şuhur indəllah 12 şəhrən fi kitabillah. Allah kitabında, Allah yanında ayların sayı 12'dir. Amma o ayət-i şərifədə buyurur ki, yevmə xələqəs samavati vəl ərz minha ərba'atu hurum. Amma o aylardan 4'ü haram aydır. Məhz həmin o 4 aydan biri də elə mübarək Rəcəb ayıdır. Və Peyğəmbər salavatullah hədislərdə var, aramızda tələbələr, elm əhli olan ustadlar, qardaşlar var. Ruviyə ənə Rasulallah sallallahu aleyhi və aleyh İza ra'a hilalə şəhri Rəcəb, elə ki, Rəcəb ayının hilalını görərdi, o təzə ay çıxanda görərsən tez çıxar, tez də batar. Həzrət ayı görəndə yadında qalsa ərəbisin, olmasa tərcüməsini də yadında saxla. Yol gedəndə, maşında, piyada fərq eləməz. Birdən gözün sataşsa təzə ayı görsün, bunu etkinən. Peyğəmbər salavatullahdandır ki, hədislərdə gəlib ki, elə ki, Rəcəb ayının hilalını görərdi, bu duanı edərdi. Allahümmə barik lənə fi Rəcəb və Şaban və bəlliğna ilə şəhr Ramazan. Allah bu Rəcəb və Şaban ayını bizə mübarək elə və bizi Ramazan ayına çıxanlardan, Ramazan ayını görənlərdən, o ayın savab və fəzilətlərindən faydalanan kəslərdən qərar verdiyə dua edirdi. Bilirsinizmi bu nə qədər mühüm duadır? Gəlin bir anlıq
səmimi bu keçən günlərimizə və keçən Ramazandan bu Ramazana, keçən Rəcəbdən bu Rəcəbə qədər diqqət eləyək. Neçə nəfər və yaxud da neçə cənazədə, təşri cənazədə iştirak eləmisən? Əgər sorğu keçirsək bu yüzlər insanın arasında biri deyər 5, biri 3, biri 7, biri 8, yəni ən azı bir 3-5 təşri cənazədə tanıdıqlarından dünyasını dəyişən var. Amma onların hər biri sənin və mənim təki Rəcəb ayı gələndə oruç tutaram deyirdi. Mübarək Ramazan ayında bu ibadətləri edərəm, bu duaları edərəm, Qur'an oxuyaram, zikr edərəm. Amma onlar bizim aramızda deyil. Bir anlıq o heç uzağa getməyək, öz məscid əhlimizdən bir neçəsi elə bizimlə bir cərgədə dayanıb namazda duranlar elə keçən ildən bu ilə dünyasını dəyişib. Biz də burada bir ailə olaraq, bir məscid əhli olaraq ki, xəbərdarıq. İndi hərə öz çevrəsini bir nəzərindən keçirsin. Onların hər birinin yerində hər birimiz ola bilərdik. Amma Allah bizə möhlət verib, fürsət verib, ömürdən şans verib ki, biz yaşayaq, dua edək, özümüzü bağışladaq. Odur ki, hədislərdə var. Sözümüzün əvvəlində bu hədisi qeyd edirdik. Biraz texniki səsdə yaranan səbəbdən hədis qaldı. Allahın Rəsulu buyurur, Ər-Rəcəb şəhrullah. Rəcəb Allahın ayıdır. Və Şaban şəhri. Şaban mənim ayımdır. Və Ramazan şəhru ümməti. Amma mübarək Ramazan ayı isə ümmətimin ayıdır. Təsəvvür edin, Rəcəb Allah ayı, şəhrullah adlandığı təbii ki, bütün aylar Allahındır. Amma bu aya bilirsinizmi niyə? Allah o xüsusi günlər var. Məsələn, cümə günü duaların qəbul olması. Zaten sən hər an dua etsin, Allah səni qəbul eləyər. Onun zaman. Amma bəzi günlərin bizim öz başa düşə biləcəyimiz nümunələrdən, misallardan bəzən edirik. Gün gündür. Amma bəzən bayram günləri, ad günləri, özəl günlər var, dostla tanışlıq, ailə qurduğun və s. Yəni hərənin özünə məxsus bəzi özəl günlər var. Duanın da o, məsələn, Qədir Nimi Şabanda, Şaban ayının 14-dən 15-nə keçən gecə, Qurban bayramı, Fitir bayramı, bunlar əlamətdar günlər və özəl günlərdir. Duanın da təbii ki, zamanı, vaxtı, məkanı yoxdur. Amma Allah evində edilən duanla kənar fərq eləyər. Ziyarətdə edilən dua ilə başqası fərq eləyər. O səbəbdən Rəcəb ayında Allah bizi ruhən istəyir hazırlasın. Yəni sanki gözləyir ki, bəndəsi desin Allah məni bağışla, Allah da bağışlasın. Amma bəzən biz o sözü dilimizə gətirmirik. Allahdan bağışlanma diləmirik. Amma bu ayda xüsusilə də oruc olmaq tövsiyə edilib. Çalışın, nə qədər sağlamsan, oruclarını, ibadətlərini qəzaya vermə. Bizim o yaşlılarımız Allah ömürlərinə bərəkət versin. Zamanında bizimlə ibadət edən yaşlılardan Hacı Mahmud Əli kişi var idi. Səbzəli, Zövcəli iki adla. Səbzəli Kərbəlayı əzizimiz var idi. Ya yaxın vaxtlarda Məmməd Ağa kişi, Allah hamısına rəhmət eləsin. İndi halbuki böylük olmasın, 20 ilə, Sahman 20 ilə yaxındır. Biz namazdan sonra onlara o qədər dua eləmişəm, o yaşlılarda, sonra yavaş-yavaş yaşlılar, o birinci olan yaşlılardan idi. İndi biz onlara rəhmət deyirik, amma məlumdur, heç gələn Rəcəbdə bizə də rəhmət deyələr, deməyələr. Yəni, vaxt, ömür bəllidir. Yəni, bir gün sağlığına dua etdiyin insanlara rəhmət diləyirsən, amma
Onların yerində hər birimiz ola bilərdik. Odur ki, bu ayın özünə məxsus əməllərindən biri oruc tutmaqdır. Səhhətin, sağlamlığın yol verir. Əgər boynunda qəza orucun varsa, qəza niyyəti ilə tut. Allah həm qəzadan hesab eləyər, qəzan boynundan götürürlər, həm də ki, mübarək Rəcəb ayının savabı verirlər. Hətta hədislərdə var, İmam Sadiq əleyhissalamdan Biharul Ənvar 94-cü cild səhifə 92-də qeyd olunur ki, İzə dəxələ şəhru Rəcəb nada münadim minəs-səmai kullə leylətin iləs-sabah. Elə ki, Rəcəb ayı daxil oldu, mələkut aləmində bir mələk gecədən sübhədək bu naləni, bu səsi çıxarar. Deyir, Rəcəb ayı daxil olduqda səmadan bir carçı hər gecə sübhə qədər belə səslənər. Eynər Rəcəbiyyun, hardadır Rəcəblilər? Eynə saimunə fi şəhri Rəcəb, hardadır Rəcəb ayında oruc tutanlar, oruc olanlar? Tuba ləhum və husnə məab, onlar nə xoş ömür yaşayırlar, xoş olsun onlara, xoş aqibət, gözəl sonluq olsun onlara. Yəni, dua edər bu ayda hər kəs Rəbbi üçün oruc olarsa. Hətta hədislərdə qeyd olunub, Biharul Ənvarda bu hədisdə keçir, 94-cü cild, Mən samə yevmən min Rəcəb, İstəvcəbə rızvanallahil əkbər. Əgər kim Rəcəb ayında bir gün oruc tutarsa, Allahın böyük razılığını əldə etmiş, Allahın böyük razılığına nail olmuş kəslərdən olar. Ona görə bu ay bir sözlə bizim Rəbbimizin razılığını əldə edə biləcəyimiz bir aydır. Və vaxt da qənimət fürsət olduğundan və əlimizdən çıxdıqda geri qayıtması mümkün olmayan bir nemət olduğuna görə bu vaxtın qədrini bilək, vaxtı qiymətləndirək. Çünki növbəti Rəcəb bizə qismət olmaya bilər. Növbəti Ramazan bizə qismət olmaya bilər. Bu qənimət elə bir qənimətdir ki, götürənlərdə peşman olub, götürməyənlərdə. Deyə bilərsiniz ki, götürməyənləri bildik. Bəs götürənlər niyə? Eşidibsiz o Zülqərneynin əhvalatını, dünya fatihlərindən biri olub da, şərqdən qərbə, Quran-ı Kərimdə də keçir. Bizim bədii bu dünya tarixində onun Makedoniyalı İskəndər kimi də qələmə veriblər. Deyirlər, həmin Zülqərneyn ilə odur. Odur, o deyil, sözüm onda yox. Dünya fatihlərindən biri olub, əskərləri ilə zülmət qaranlıq bir yerdən keçəndə gözlərinə parıltılı nəsə gəlib. Deyib ki, bundan götürün. Heç kim də onun nə olduğunu bilmir. Bəziləri bilməyərəkdən elə özü ilə götürüb onu. Bəzi deyib, bilmirəm nədir, heç götürməyib. Amma işığa çıxanda, zülmətdən işığa çıxanda baxıb görüblər ki, bu daş, qaş, cəvahir, əntiq əşyadır. Burada götürənlər də peşman olub, götürməyənlər də. Götürənlər peşman olub buna görə ki, bundan çox götürə bilərdi. Niyə az götürüb? Götürüb ha, amma yenə peşmandır ki, bir ağırlığı yox idi də, çox götürə bilərdi. Götürməyəndə götürmədiyinə görə peşman olub. Bu ayda bir aydır ki, əməl eləyən də eləməyən də. Eləməyən bu mənada ki, eləməyib deyə peşmandır. Edən bu etdiyinin qarşılığında Allah ona o qədər savab verəcək ki, peşman olacaq ki, kaş, axı mənim vaxtım var idi, zamanım var idi. Mən biraz bundan elə çox eləydim, bu zikri çox eləydim. Odur ki, qısa tövsiyəmiz hədislərdən əldə olunan 5 bu ayda lazımı məsələyə diqqət yetirməyi sizlərə və başlıca özümə tövsiyə edirəm. Əgər bu 5-nə inanın diqqət etmiş olsaq, həm Rəcəb ayımız, həm Şaban ayımız, həm Ramazan bütövlükdə ömrümüz
nura qərq olar. Bütövlükdə ömrümüzü, həyatımızı Allah istədiyi kimi yaşayan bəndələrdən olarıq. Deməli, Rəcəb ayında ilk diqqət edəcəyimiz məsələ istiğfar və tövbədir. Bu ayda çalışağın çoxlu istiğfar eləyək. Əstəğfirullah Rəbbi və ətubu ileyh. Əminəm ki, hər biriniz bunu bilirsiniz və bizi izləyən, səsimizi eşidən hər kəs bu zikri rahatlıqla deyə bilər. Çünki bu ay bağışlanma ayıdır. Bu ay Allahın rəhmət qapılarının açıldığı aydır. Bu ay tövbənin qəbul olan ayıdır. Biz Rəbbimizə bağışlanaraq gedirik. Deməli, birinci istiğfar, Allahdan bağışlanma diləmək. 2. Bacardığımız qədəri çoxlu salavat zikr edək. Peyğəmbər və ali Peyğəmbəri daima yad eləyək. Çünki bu dünya onların nuruna xəlq olub, onların özünə yaranıb. Deməli, birinci istiğfar etmək, əstəğfirullah Rəbbi və ətubu ileyh demək. 2. salavat çəkmək, Allahümmə salli ala Muhammed və ali Muhammed. 3. namazları vaxtında qılmaq. Çalış, sübhü yubatma, günortanı, axşamı vaxtında qıl. Bəzən görürsən ki, günorta, axşam vaxtında qılanlar əksər çoxluq təşkil edir. Amma sübh çağı indi də hava soyuq. Allah hamıya gözəl şəraitdə ev nəsib eləsin. İndi ev də biraz soyuq olsa, yorğanın altı isti yerdən çıxıb bir dəstəmaz almağa imanı qəvi istəyir, möhkəm iman istəyir. Yəni oradan bir çıxasan, bir dəstəmaz alasan. Aman bu nəfsin əlindən. Bəzən görsən, cəmaat içərisində o ibadi məsələlərdə şövqlə eləyirsən. Səzdəni uzadırsan, dualar, zikirlər. Amma tək tənha olanda elə 3 Sübhanallah deyəsən, biri əyləndə yuxarıda, biri rüküyə düşür, biri qalxana düşür. Tələsik. İndi hamıya da aid eləməsi, amma buzur edənlər var. Görsən, dünya işlərində o qədər tələsmirik. İşimiz olmayanda Allaha yalvarırıq, Allah bir iş yetir. Nə qədər işimiz sahmandır, yolundadır, namazları, zikirlər, dualar yerində. Amma iş yoluna düşəndə deyirsən, Allah görsən də işdən çatdıra bilmirəm. Tələsi namazı qılırsan ki, işin dalıca gedəsən. Ona görə bu ayda bizə ən çox tövsiyə olunan məsələlərdən biri namazları əvvəl vaxta qılmaqdır. Bir də bir şeyi xatırlayıb, yadıma düşdü, sözü çəkdi. Adətən bəzən bu sözü deyənlər də narahat olmasın, biraz fikirlərində dəyişiklik etsinlər deyə. Aramızda da əgər o sözü işlədənlər olubsa və kəfa billahi şəhidə, Allahı şahid tuturam, onları qəsd edərək demirəm. Məsələn, bəzən görsən ki, elə insanlar var, deyir ki, namazı qılandan sonra rahatlaşdım və yaxud da ki, düzdür, bunun niyyəti başqa cür olmaz. Amma bizim ən xoş, rahat halımız namaz halı olmalıdır. Namazdan sonraki hal yox. Yəni, ola bilərsən bu prizmadan yanaşırsan, bu fikirlə, belə deyək də, məsələyə baxırsan ki, elə bil Allaha verəcəyin var idi. Məsələn, necə bir məsuliyyətli insan birinə borcludursa, onu verməyənə qədər rahat olmur, verdikdən sonra rahatlaşırsan. Bu baxımdan yanaşa bilərsən. Amma biz düşünsək ki, namazda biz Allahla danışırıq. Necə bir ən istədiyin insanla, biraz indi cavanlar yaxşı bilər, yaşlı əzizlərimizin də cavan vaxtı da olub da. O insan necə o öz istədiyi bir xanımla aşıq olduğu, aşıq məşuq, vaxt hardan gəlir, gedir, adam özü də bilmir. İndi hərdən biraz gün istidir, baxıram, mürgüləyən çoxdur deyə bu misallardan çəkirəm, biraz mətləb də haqqını əda eləsin deyə, mövzu da yerinə otursun deyə. Yəni, bir sözlə biz necə o danışıqlardan rahatlaşırıq? Bizim də ruhumuz Allahla irtibat qurarkən o rabitəni, o bağlılığı yaradanda biz rahatlaşmalıyıq.
Deməli, bu ayda 5 mühüm tövsiyələrimizdən birincisi istiğfar etmək, çoxlu əstəğfirullah demək. 2, çoxlu salavat zikr etmək. 3-cü, namazlarımızı vaxtında qılmaq. İmkan eləsən cəmaatla qıl. Ola bilər işlə əlaqədar, səhhətinlə əlaqədar cəmaat namazına qatıla bilməsən də, namazı çalış əvvəl vaxtda qıl. 4, dua və zikirdir. İstədiyin duanı, bildiyin zikri, la havlə və la quvvətə illa billahil əzim. Elhamdülillah, subhanallah, la ilahə illallah. Nə zikir bilirsən, dua bilirsən bu ayda çox elə. Və 5-incisi Quran oxumaq. Faydalı vaxt keçirmək istəyiriksə, biz hər gün Quran oxumalıyıq. Amma əfsuslar olsun ki, mənim heç kənarla işim yox. Bir çox illərin ibadət edənləri var ki, Quran oxumur. Eyb etməz, yaşınla əlaqədar, vaxtınla əlaqədar ərəbi oxuya bilmirsən, amma bizim doğma ana dilimizdəki tərcümə edilib, aç tərcüməsini oxu. Adət elə, bugündən özünə əhd elə, hər gün Qurandan bir ayə, bir səhifə oxusun, xoş halıva. Ramazan el-Mübarəkə 3 ay Quranı bitirmiş olarsan, əgər bir səhifədə oxusun. Bugün elə Allahla əhd elə ki, Allah bu 3 ay ki, kəramətli, əzəmətli, şərafətli ay deyil. Bugündən mən qarşıma qoyacam, hər axşam ya günüz vaxtım olanda Qurandan bir səhifə, inan mübarək Ramazan ayının sonuna qədər sən Quranı bitirmiş olacaqsan. Gör, ruhun necə nura qərq olacaq. Vücudun təpədən dırnağa, danışığında hikmət olacaq. Baxışında hikmət olacaq. Nəfəsində bərəkət olacaq. Quranla zinətlən. Quranla nuraniyyət tap. Bu 5, əgər bu ayda edilən tövsiyə inanın əməl etmiş olsaq, biz Allahın bu mübarək Ramazan ayı ömürdən vəfa qılsa, yaşasaq, o ayı mənəvi halda keçirmiş olacaq. Bir daha qısaca xülasə təkrar edirəm. 5 tövsiyə. İstiğfar. 2, salavat. 3, namazları vaxtında oxumaq. Dua etmək və çoxlu Quran oxumaq. Allahdan diləyək, Allah bizi bu ayın həqiqi oruç tutanlarından, ibadət edib, çoxlu Quran oxuyanlarından qərar versin inşallah. Allahım, bizə verdiyin ömrü əmanət olduğunu bildiyimizdən, bu əmanəti layiqincə sənə qaytaran kəslərdən bizləri qərar verginən. Allahım, qəlbimizi zikrinlə dirilt və imanınla möhkəmləndirginən. Allahım, Rəcəb ayını bizim üçün tövbə, bağışlanma, qəlbimizin oyanış ayı qərar verginən. Allahım, günahlarımızı bağışla. Allahım, eyiblərimizi ört. Allahım, xəstələrimizə şifa verginən. Çətinlikdə olanlarımıza, borcu olub qaytara bilməyənlərə Allahım, yar və yardımcı ol ginən. Allahım, övladı olmayanlara övladı salihin nəsib etginən. Övladlarımızı imanlı, əxlaqlı, salih əməl sahiblərindən qərar verginən. Allahım, dünya və axirətimizi abad etginən. Dünya və axirətimizi Quran və Əhl-i Beytin nuru ilə nurlandırginən. Allahım, cümlə şəhidlərimizə rəhmət etginən. Qazilərimizə acil şifa mərhəmət etginən, vətənimizin keşiyində, qulluğunda duran əskərlərimizi ağla gələr gəlməz xəta bəlalardan amanda saxla ginən. Allahım, bu birliyimizi, bu vəhdətimizi, bu səmimiyyətimizi günü-gündən artır ginən. Allah, bir-birimizə olan bu soyuqluğu, qəlbimizdə olan bu kini, paxıllığı, küdurəti bizdən al ginən. Allah, zəmanə imamımızın zuhurunda təcil etginən. O həzrətin gəlişi ilə qəlbimizi, dünyamızı Allah nura qərq etginən.
O Həzrətin gəlişi ilə dünyamızı haqla, ədalətlə bərqərar etginən. Allahım ata-analarımıza rəhmət etginən. Qalanlara şərəfli, dəyərli, qiymətli, mənalı ömür bəxş etginən. Muhammed o ali Muhammedə üç ucalı Muhammedi səlavat zikirlər. Hazır necəsən? Mübarək olsun. Ya Allah, selamun aleyküm. Selamun aleyküm. Allah qəbul eləsin. Allah qəbul eləsin. Seydir necəsən? Ya Allah. Salam Seydir necəsiz? Necəskərlər, salam. Allah necəsiz? Maşallah gəldiniz. Sabah gəldiniz. Allah qəbul etsin. Allah sizi var eləsin. Ya Allah, maşallah gəldiniz. Nə qədər salam aleyküm. Salam qardaşım. Salam aleyküm. Ya Allah, Allah cəmət olsun. Allah qəbul etsin. Ya Allah, Sizin inşallah bəyində görüşməyəm. İnşallah. Benim haqqım almışım Allah şahane. Sen tanıyorum. Allah cəmət olsun. Bunların bu kardeşi değilmiş bir gün göreceğiz. Qurban olarım. Allah sizi var eləsin. Yorğun bərkəsin. Allah cəmət olsun. Allah razı olsun. Ya Allah, azim maşallah çəriz. Azimdə gətirin. Ya Allah, cebimdən çəriz. Ya Allah. Etdiyimiz duaların, ibadətlərin dərgah ilahidə qəbuluna salavat şükürlər. Ümumən məscidlərin bilxüsus İmam Həsən əleyhissalam adına bu məscidin ilk günündən bu gününə qədər kimin nə maddi, mənəvi, fikri ilə fiziki fərq eləməz dəstəyi olub. Dünyasını dəyişənlərin ruhlarına, qalanların səlamətçiliklərinə salavat şükürlər. Allahümme bu bildiyimizin, vəhdətimizin, sayımızın daha da gün-gündən möhkəmlənməsi və çoxalmasından ötürü salavat şükürlər. Burada var mı? Değil işte var.